Birinin tanrısı puldur, birinin tanrısı qadındır. Tanrı yox, Allah. Sən müsəlmansan. O sualı vermək yaxşı şey deyil. Axı o sizin həqiqətinizdir. Bəlkə mənim həqiqətim fərqlidir. Ya, ödəm deyəcəm. Ya, Necəsə dindən qorxudulmuşam zamanında. Vəhşi dindir də, din cəmaatı qorxudur. İstəmirəm mənim uşağıma ibadət zəruriyyət formasında aşılansın məktəbdə. Ay bir daha deyəm, Tanrın kimdir? Din cəmiyyəti idarə üçün olan sistemdir. Onun nə əlaqəsi var? Siz namaz qılırsınız deyə məndən daha yaxşı insan sayılmış olursunuz. Allah və dəllə. Dostoyevskini öz dilində oxumaq lazımdır. Ərəniz qurğu var da bu. Biz necə bilərik ki, sərvərin mənəviyyatı necə təmizlənib? Ego ümumiyyətlə bir bəladır. Tanımadığım kişi xeylaqları ilə o qədər yaxın məsafə mənə uyğun gəlmir. Hər şeyimiz düzəlib, bir dənə qalıb o məsələ. Azərbaycan təhsil sistemində din tədris olunmalıdırmı? Əhsən. Mənəviyyat tədris olunmalıdırmı? Mümkün deyil etmək bunu izah ayaqüstü. İbadətsiz din varmı? Adam var meditasiya eləyir, adam var namaz qılır, adam var dua eləyir. Mənim oğlum özündən zəifə zorakılıq eləyir. Ağzına gələni danışır. Sizə görə bir cəmiyyət üçün ən təhlükəlisi hansı sayılır? Savadsız dindarmı, yoxsa mənəviyyatsız intellektualmı? Sən əvvəl başda Kərbalanı duyğu olaraq hiss etmirəmsə, bu məni daha imanı zəif edir. niyə Allah birdir, bəlkə ikidir. Bilməyə bilərəm, düzgün analiz etməyə bilərəm. Allah hara baxır, ev qırılır cəmaat.